Şagirdler, akşamınız xeyir olsun. O biri şagirdler də gəlsin. Bir dəqiqə Sağ olun. içərisində yəqin ki, gələrlər. Dəftərlərimizi hazırlayaq. Ruşqalar hazır olsun. Mən paylaşımı eləyirəm və diqqətlə baxırıq. Deməli, şagirdlər, biz sıfırdan, əlinizi ekrandan çəkin, toxunmayın ekrana. Sıfırdan matematika hissəsinə başlayırıq. İndiyə qədər düşmüş olan, bundan sonra düşmək ehtimalı olan sual tiplərindən davam eləyəcəyik və dəftərlərinizə də yazmağınız arzu olunandır. Hər bir sualdan sonra birini mən eləyəcəm, birini eləməyiniz üçün sizə verməyə çalışacağıq. Ekranı yazmayaq, şagirdlər. Əlinizi ekrandan uzaq tutmağa çalışın. Birinci, başlayaq sualdan. Camal, deməli, 6, 1, 7, 0 və 3. Bunlar rəqəmlərdir, düzdür? Bu rəqəmlərdən istifadə etməklə, bu rəqəmlər sadəcə bir dəfə, hamısı sadəcə bir dəfə, yəni bir ədəd yazarsansa, bir dəfə istifadə edəcəksən. Yəni bu birdən bir dəfə istifadə edəcəksən, 7-dən bir dəfə istifadə edəcəksən. Oldu mu? Əllərinizi ekrandan çəkin, dəftərə baxmağa çalışın, dəftərə yazın. Bu rəqəmlərin eynisini dəftərdə yazın. 6 var, 1 var, 7 var, 0 var, 3 var. Bu rəqəmlər sadəcə bir dəfə istifadə olunur. Oldu mu? 5 rəqəmli bütün ədədlər yazılır. 5 rəqəmli bütün ədədlər yazılır. Bütün ədədlər yazılır. 5 rəqəmli bütün ədədlər yazılır. Bunu başa düşdük. 5 rəqəm olacaqmı? 1, 2, 3, 4, 5 dənə rəqəm olacaq. Amma hər rəqəmə bir dəfə istifadə edəcəyik. Deyir ki, bunu böyükdən kiçiyə doğru sıralasaq. Böyükdən hara doğru? Kiçiyə doğru sıralasaq. Kiçiyə doğru yazdıq. Oldu mu? 6-cı və 7-ci yerdə 6-cı və 7-ci yerdə duran ədədlərin cəmi. Duran ədədlərin nəyin tapırıq? Cəmini hesablamağa çalışırıq. Görək, nə baş verəcəkdir? Müəllim, ora nə yazmışsınız? Hara? Yazılırdan sonra. Böyükdən kiçiyə doğru yazılır. Yazılır, nöqtə, heç nə. Nöqtə. Böyükdən kiçiyə doğru sıralayıram. Məndə bir neçə dənə ədəd var və böyükdən balacaya doğru nə edirəm? Sıralayıram. Və başdan etibarən sayıram. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı neçə etsə, 6-cı yerdə duranla 7-ci yerdə duranın toplamını soruşur, cəmini soruşur. İndi, şagirdlər, gəlin, görək nə baş verir. Birbaşa mı yazaq, yoxsa bunlardan düzəldilə bilən bütün rəqəmlərin, yəni bütün ədədlərimi yazaq, yoxsa birbaşa ilə böyükdən mi başlayaq? Mən buraya yazıram birinci. Bax, birinci. Oldu mu? Sizcə, bir ədədimiz sıfırla başlaya bilərmi? 0, 1, 6, yox. Yəni, bu 5 rəqəmli olmaz. Yəni, 0, 12 adında 3 rəqəmli ədəd yoxdur. 0, 16 adında 3 rəqəmli ədəd yoxdur. Yəni, sıfırla başlamayacaq. Yəni, qısacası, bu sıfırı heç bir zaman başa qoymayacaq. Bu bir. İkincisi, mən birincisini 7 ilə başlatsam, bunu yazdımsa, sonra yanına 6-nı yazsam böyük olacaq, yoxsa başqa birisini mi yazsam böyük olacaq? 6-nı yazsam böyük olacaq, düzdür? Sonra 3-ü yazıram, sonra 1-i yazıram, sonra 0-ı yazıram. Bu ədədimiz ən böyük ədəd olacaq. Yəni, sual verilsəydi ki, 6, 1, 7, 0, 3-dən istifadə eləyərək 5 rəqəmi ən böyük ədədi yazın. Ən böyük bu olacaqdı, yoxsa yox? Ən böyüyümüz bu olacaq. Müəllim, başa qoydum sonra. Yəni, rəqəmlərimiz də böyükdən başa doğru. Müəllim, sonra 76.130. Sonra ikinci nə ola bilər? Yenə 7-ni 76.130. yazıram, 6-nı yazıram, sonra nə yaza bilərəm? Mən 301.
sıfırı bura, bunu da buraya yazsam 301. 76.301. Bu olar mı? Ben Bəli, niye bəli. Düzdür. ben niye 130 Sonra yazmadım? ne yazım? 130. Yazacağıq da. Bu He. 130 böyük yoksa 301 böyüktür. 301 daha böyük. He, Düzdür. ben İndi sən deyəni yazmağa çalışıram. 76, biri bura, 3'ü bura, 0'ı bura koydum. 130. Ben. Düzdür. Ben. Sonra dördüncü. Yine burada 76'nı yazsaydım. Burada 1 ilə 3'ün belə də tullasaydım. 0'ı ortaya koysam, 3'ü bura koysam. Bu bir yuxarıdakından balaca olacaqmı? Bəli. Balaca olacaq. Düzdür. 76.103. Və bütün buradakı rəqəmlərdən istifadə eləmişəmmi? Bəli. Düzdür. Sonra 5-ci. Bax, 4-cü. İndi hara gəldik? 5-ci. Ben bunu 76 yazırım. 76'nı yazıram. 76'nı yazıram. 0'ı da Sıfır, yazıram. 13. 31'i yazıram. Bəlkə 31'i yazım birinci. Ben. Düzdür. 76.031 bundan balacadır. 6-cısı 76'nı yazıram. Sən nə dedin bəyəkləri? Mən 130. 76.013. 0'ı 13'ü yazıram. 76.013. O yuxarıda durandan da balaca oldu. Düzdür. 6-cı. 7-ci neyniyə bilərik görəsən? Hə? Mənim artıq da 73 min olacaq. 6. 6 Benim tutarlı orada düzdür. da 7'ni 67 başa ne koyduq. oluşturdular? Hə? Orada 6 da getdi 73 da. bin. Bu dəfə 3'ü başa gətirirəm. Düzdür? 3'ü başa gətirdim. 310. Sonra bura 6'nı yazım, yoxsa başqa bir şey yazım. 6'nı yazsam daha böyük bir şey çıxacaq. Düzdür? Sonra 1'i, sonra 0'ı yazsam. Düz dedim mi burasını şagirdlər, hə? Bəli, bəli. Bəli. 7'den sonra 6'nın gəlmə bütün variantları qurtardı da. İndi də keçirəm 7'den sonra 3 gəlsin. Düzmü? 7'den sonra 6 gəldi, 7'den sonra 3 gəlsə böyük olar, yoxsa 7'den sonra 1 gəlsə, 7'den sonra 3 gəlsə da, düzdür? Bəli. İndi mən bunu böyükdən balacaya doğru sıraladım. Baxın, böyüyüydü, balacalaşdı, balacalaşdı, balacalaşdı. Bu şəkildə gəldim. Deyir, belə eləsəydin, 6-cı və 7-ci yerdə duranlar. 6-cı yerdə duran kimdir? 76.013. Düzdür? Bəs 7-ci yerdə duran kimdir? Bu da 7-ci yer idi da. 73.610. 73.610. Bu ikisinin nəyini soruşur? Cəmini, yəni toplayacağım. Mənim en böyük yazırsa, mənim en büyük yazırsa orada mən 73 610. Mən indi mən 76.013 deməm 73.610 toplayırıq da. Bəli, bəli. 6-cı və 7-ci yerdə duranlar. Bizdə də 6-cı, bax, və 7-ci yerdə duranlar. 6-da bu durub, 7-də bu durub. Siz bunu qarışıq da yaza bilərdiniz. Başa düşdünüzmü? Sonra boy sırasıyla düzəcəydiniz da. 3 ilə 0'ı topladım, 3. 1 ilə 1'i topladım, 2. 0 ilə 6'nı topladım, 6. 6 ilə 3'ü topladım, neçə eləyir? 9. 7 ilə 7'ni topladım, 14. Cavabımız 149.623 adlı bir ədədimiz olmuş olacaq. Bəli. Bunu düzlədim şagirdlər. Hə? Bir problem var mı? İndi bunu Mən dəftərimizdə bir şəkildə yazaq. Dəftərimizdə də dursun. Hətta istəyirsinizsə ekranı skrində götürə bilərsiniz. Götürün Bəli, mən ekranı. yazdım. Aha. Yazdınız yəqin ki, hə? Keçirik. Yazdım. Biraz daha sualı sadələşdirirəm. İndi şagirdlər, baxırıq. Bir ardıcıllıq verilib. Bu əslində bizə tanış da ola bilər. Hardasa da görmüsünüz. 3, 5, 8, sonra 13, sonra x var, y var, a var, b var. Belə bir ardıcıllıq var. İsmail, əlini ekrandan götür. Deyir ki, qanuna uyğunluğu tapın və a plus b plus x plus y bu cəmi hesablayın. Cavabları nə verib? 198, 199, 200, 201. Belə bir Ayrıca cavab tapşırıq variantlarını bizə verməyə çalışıb. Bunu da mən eləyib, bir sonrakını sizə verəcəm. Şagirdlər, mən əvvəlcə baxıram qanuna uyğunluq. Qanuna uyğunluq nə deməkdir? Yəni, bu bir ardıcıllıqdır. Bu bir ardıcıllıqdır. Ardıcıllığın ingiliscə qarşılığını demişdim. Nə demişdim? Hə? Yadınızdadır. Fibonacci. Alimin adını demişdim. Bir de ingiliscədə bunun termini sequence. Əlifbet masolu. Tamam mı? Ardıcıllıqlar. Bunu dəftərə yazın və yazın ki, ardıcıllıqlar. Yəni ingiliscədə də yavaş-yavaş da başlayaq
Problem yoxdur. Hər dəfə bir-iki termindən sıxıntı olmaz. Düzdür? Ardıcıllıqlar. İndi görəsən, bu ardıcıllıqda nə var? Otururam, baxıram. 1, sonra yenə 1 gəlib, sonra 2 gəlib, sonra 3 gəlib. Neyniyə bilərik? Nə deyə bilərik biz bu mövzuda? Deyə bilərik şagirdlər, baxın, 1 ilə 1-i toplayanda 2 eləyibdir, 1 ilə 2-ni toplayanda 3 Bəli, eləyibdir. müəllim, mən ola deməm. 8 ilə 5, 13, 13 ilə 8, 3 ilə 5-i 21, toplayanda 21 ilə 8. 13, 34. İndi şagird, bax, 5 ilə 8-i toplayıram 13. İndi nə edəcəm? 8 ilə 13-ü topladım. 21. Elədi 21. 13 ilə 21-i topladım. 32. Elədi 34. 21 ilə 34-ü topladım. Elədi 55. 34 ilə də 55-i topladım. Elədi 89. Belə bir ardıcıllıq. Tutduqmu şəkillər? Baxın, hər bir hədd, bax, burada çoxlu ədədlər var. Mən baxıram ki, görün bu nədir görəsən? Hər bir hədd, tutaq ki, bu özündən 2 əvvəlkinin cəmidir. Yəni, bununla bunu toplayanda bunu verib da. Baxıram, 1 ilə 1-i toplayanda 2-ni verib, verib. 1 ilə 2-ni toplayanda 3-ü verib, verib. 3 ilə 2-ni toplayanda 5-i verib, verib. 3 ilə 5-i toplayıbdır, sonrakına yazıb. 5 ilə 8-i toplayıb, 13 yazıb. İndi mən tapdım nəyim? X-imiz 21-dir. Y 34-dür, o birisi 55-dir, o birisi də neçədir? 89-dur və bunları nə etməliyəm? Toplamalıyam. 1 ilə 4 neçə eləyir? 5. 5-də gəldim 10, 9-da gəldim 19. Yəni, axırı 9 ilə qurtarır. Baxıram, axırı 9 ilə qurtaran kimdir? 199 və salam. Heç bunu belə toplayıb da vaxt aparmıram. Ən azı 1-2 saniyə qabaqdayım. Düzdür, şagirdlər, tutduq söhbəti. Buna deyirik, dəftərə də yazın, Fibonacci ardıcıllığı. İndi sual belə verilə bilər. Biz bir çox ardıcıllıqları yazmışıq. Niyə onlara ad qoymamışıq da buna Fibonacci alimin adını qoyuruq normalda? Səbəb nədir? Niyə buna ad qoyuruq? Adı mənim ardıcıllıq. Fibonacci bir otaqda, baxın bir otaqda dovşanlar olur. Deyir, hər küncdə bir dovşan var. Hər dovşan filan qədər çoxalır. Sonra yenə eyni qaydada çoxalır. Deyir, 15 gün sonra, 20 gün sonra neçə dovşan olacaq? Həmin bu ardıcıllıq olur. Ona görə də xüsusi bir ad qoyublar buna. Başa düşdük bunu. Bir problem yoxdur ki. Davam eləyirik. İndi yazırıq nə? Bu sual sizə verirəm və 2 dəqiqə səssizcə dəftərdə eləməyə çalışacağıq. Görək nə çıxardırıq ortaya. Deyir ki, 1 var. 4 var, 6 var, 8 var, bir də 9 adlı rəqəmləri vermişəm deyir. Rəqəmləri verilib. Yaxşı, belə bir rəqəmlərimiz var. Bu rəqəmlərdən istifadə edərək, bax, bu rəqəmlərdən istifadə edərək, rəqəmləri fərqli, bir-birindən fərqli və 67-dən kiçik. Yəni, yazacaqsınız, amma 67-dən balaca olacaqdır. 2 rəqəmli ədədləri yazdıq. 2 rəqəmli neçə dənə bu cür ədəd yaza bilərsən? Neçə ədəd yazmaq olar? Deməli, mənə rəqəmlər verib və deyir ki, bu ədəd bu rəqəmlərdən istifadə elə, amma 2 rəqəmli düz qoş. 3 rəqəmli istəmirəm, 2 rəqəmli düz qoş. Yaxşı, cavablar vardı, verim. 8 var, 9 var, 10 var, 11, bir də 12 verildi. İndi sizə 2 dəqiqə düşünmə müddəti veririk, sonra bərabər şəkildə həllini verəcəyik, qəti qorxusu yoxdur. Mənim əlimdə nə var? 1 var, 4 var, 6 var, 8 var, 9 var. Tələsməyin. Tələsməyin. Müəllim, mən tapdım. Aha. Tapdınız, nə gözəl. Neçə deyirsiniz? Müəllim 10. 10 deyən. 10. Kimdə 10 deyən? Adı nedir? Buraya yazıram. Müəllim 10. İsmail. Müəllim İsmail. Müəllim Tamam. Maruf. İsmail 10 dedi. Oruç 10 dedi. Başqa artıran yox mu? 11-12 deyən yox mu? Müəllim 10. 10. Yaxşı. İndi gəlin şagirdlər. Bərabər şəkildə 2 rəqəmli ədədləri yazaq, amma çalışaq ki, 67-dən balaca olsun. Mən məsələn 9-u
9'u birinci qoysam, 9'dan sonra nə gəlir gəlsin? Bu 67-dən balaca olacaqmı sizcə? Yox. Düzdür? Hə? Mən ona Bir, görə 9-dan 8 bax, işlətməyəcəm. gəlin görüm hələ, bəli. Yəni birinci yerdə işlətməyəcəyik də, düzdür? Bəli. 14 desəm, olarmı şagirdlər, hə? Bəli. Bəli. Ən kiçiyi 14-dür. 41 desəm nə olacaqdır? Mənim olar. Bəli. Olur. 61 desəm, Olur. olar, düzdür? 16 Bəli. desəm bəs, Olar. olarmı? Olar. 46 desəm olarmı? Bəli. Mənim olar. Bəs 64 desəm olarmı? Olar. Olar. Olar mənim də. Yaxşı. 18 desəm olarmı? Olar. Olar. 48 desəm olarmı? Olar. Mənim var. Bəli. Yaxşı. Bəs 19 desəm, Mənim mənim var. Var. 91 desəm olarmı? Mənim xeyr. Axı 67-dən böyükdür. Olmaz. 49 desəm olarmı? Bəli. Bəli, bəli. Olar. Düzdür? İndi deməli, mən əvvəlcə nə elədim? Biri başa qoydum. Sonra birin yanına kimləri qoya bilərəm? Bir-bir onları yazdım. Sonra 4'ü başa qoydum. 4'ün yanına kimləri qoya bilərəm? Onları yazıram. Sonra 6'nı qoydum. 6'dan sonra 4'ü qoya bilərəm? 1'i qoya bilərəm. 6'dan sonra 8'i qoyamaram. Niyə? Çünki 68 67'dən balaca deyil. İndi neçə dənə yazdıq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Demək ki, 10 dənə bu şəkildə 2 rəqəmli ədəd yazmaq olar. İndi deyin görmədən bu sualın həllini full, hər şey başa düşdümü? Bəli. Yaxşı, problemimiz yoxdur diyorsunuz. İndi gəlirik daha ləzzətli bir suala. Mənlə bərabər dəftərə yazmağa çalışırıq. Deyir ki, 47 yazın dəftərə, ha. Vuraq 49. Vuraq 51. Yəni 2-2 arta gedir. Vuraq 53. Vuraq nöqtə. Vuraq 97. Vuraq 99. Vursaydın deyir ki, bunun alacağın bir ədəd var. 47-dən 99'a kimi ardıcıl tək ədədlərmi? Tək ədədlərdir. Bəli, bunların hasili. Alınan nəticənin, alınan bir ədəd. Burada yekə bir ədəd alacaq. Düzdür, məcburən. Bunun təşkilişlər mərtəbəsi. Təşkilişlər mərtəbəsi nədir? Ən axırıncı rəqəm da, düzdür? Ən axırıncı rəqəmi neçə olacaq? Siz dua eləyin ki, bunların hamısını soruşmur. Deyil mi? Sadəcə axırıncı rəqəmini sual eləyir. Başdakılar lazım deyil. Mənə sadəcə axırıncı rəqəmi tap demiş. Düşünək. Nə ola bilər? 963. Mənim bu ədədlərin hamısını bir-birinə vuram. 0 ola bilər. 0 dediniz. Adı nədir 0 deyən? Kamal. Ramal. Başqa? Xeyr, mənim Kamal. Kamal. Kamal kişi deyir ki 0'dır. Tamam. Sonra rəqəmlərimiz nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 değil mi? Başqa nə ola bilər? Kamal, səncə 0 olması üçün bir hasildə 0'ın çıxması üçün 0 nə zaman çıxır? Sadəcə 2 vuraq 5'lərdən çıxır, düzdür? Bəli. Burada, bax burada 2 var mı? Hamısı tək ədədlərdir da, düzdür? Tək ədədlərin içərisində 2 ola bilərmi? Ola bilməz, düzdür? Demək ki, o zaman nə qərar verirəm? Bu əsla 0 ola bilməz. Çünki ikisi yox. 5 ola bilər. Məsələn, 97-dən qabaq 95 var da, düzdür? 5 ola bilər, məsələn. Amma ikisi yoxdur. Yəni 94 ola bilər. 7 ola bilər. Adın nədir? De görmədim. Mənim İsmail. İsmail kişi deyir ki, 7. İsmail, hansı fikrə əsasən qənaətə gəldin? Müəllim, bunların hamısı mən bir-birinə vuranda mənim sonuncu rəqəmim 7 alınır. Amma mənim bir də tapmaq olardı. Mən istədim hələ tapamam, amma alınmadı. Mən axı sonuncu rəqəmləri bir-birinə vurub tapsam alınmazam. Yaxşı. Sən 3 deyirsən. Yaxşı. Mən də 7 deyirəm. Sən də 7 deyirsən. Tamam. İndi deyirəm ki, şagirdlər, bax bizi harda çaşdırırlar, bunlar görürsən. Gəlir, yolun ortasında stop eləyir, sonra davam eləyir. Yəni bunlar bilərəkdən yolun ortasında stop eləyir. 47, 49, 51, hə? Mən 53. indi
55-dən 95-ə qədər vurmalıydıq. Yox. Sənin cana yox. Bax, bir dənə 55-i yazsaydım, bəs eləyirdi. 99. Bax, heç birini yazmadım. Hətta sənə inat 97-ni də yazmadım. Bunun axırı nədir şagirdlər? 5. 5. 5-i hər hansı bir ədədə vursan, axırı 5 ilə qurtaracaq, yoxsa yox? Hə? Bəli. Deyəcəksiniz ki, müəllim, bəlkə 6 ilə qurtarıb, 5 dəfə 6-sını 30 eləyəcək axı, 0 ilə qurtaracaq. Düzdür? Bəli. Amma bunların heç birində 6 yoxdur axı. 6-nın olması üçün o cüt ədəd olmalıdır. Düzdür? Axırı, yəni axırı 6 ilə qurtaran ədəd cüt ədəd deyil. Burada isə deyir, hamısı tək ədəddir axı. Yəni axırı 6 ilə qurtara bilməz. Demək ki, bir ədədin axırı nə ilə qurtara bilər o tək olsun? 1 ilə qurtara bilər, 3 ilə qurtara bilər, 5 ilə, 7 ilə, bir də 9 ilə qurtara bilər. Düzdür? Bunların hamısında mən 5-ə vursam, 55-i də 5 vuraq 11 kimi yazmış olsaydım, 5 vuraq nəsədir da? 5 vuraq yerdə qalan, tutaq ki, ona da bir qutu deyirəm. Bu qutunun axırı 1 ilə qurtarsa, 5-i 1-ə vuranda 5. 5-i 3-ə vuranda axırı yenə 5. 5-i 5-ə vurdum, yenə 5. 5-i 7-yə vurdum, yenə də 5. Düzdür? 35 ilir. 5 yazırdıq, 3 yadda deyirdi. Zato axırı nə ilə qurtardı? 5 ilə. 5 dəfə 9-un 45. 5-i yazdım, 4 yadda və s. Amma 5-i yazdım. Yəni, bildiyimi nə demək istədim? Bu tək ədədlərdirsə, tək ədəddən axırı 7-dir, 9-dur, 1-dir, 3-dür. 1-də 5-dir, 7-dir, 9-dur. Yəni, ancaq bunlar olacaqdır. Onları da 5 iştirak edən bir ədədə vuranda axırı nə ilə qurtaracaqdır? 5 ilə. O zaman cavabımız nə oldu? 5 oldu. 5. Axı mənim o ədədlər bir-birinə vuranda sonuncu rəqəm 7 eləyir. Nə, 47, 49, 51, 53, 95, 97 və 99. Tamam. 99. 5-ə də vur görüm hələ. Bunu 5, 99. Bunu 5-ə vur görüm hələ. 5 dəfə 9-un 45 deməyəcəksən. Axırı 5 ilə qurtaracaq da. Əvvəlini soruşmur ki bizdən. Tamam. Ən axırıncı rəqəmi soruşur. Başa düşdük. İndi bunu səliqəli şəkildə necə yazırıq dəftərimizə? Deyirik ki, tək ədədlərin axırı 1, 3, 5, 7, 9-dan qurtarır. Bunları da 5 ilə 5-ə vuranda, çünki 95-in içərisində 5 var, sonra 53-dən sonra bir 55 var, 65 var, ən azı 5 var da, 75 var. Bax, görsən 5 bir sürüdür. Bir dənəsə mənə bəhs edir ki, 5 vuraq nəsə. Bu nəsənin də axırı 1 ilə qurtara bilər, 3 ilə, 5 ilə, tək ədədlərdir də, düzdür? 5-i də ona vuranda axırı 5 ilə qurtaracaq. Tutduq mu söhbəti? Hə? Düzdür. Bunu tam başa düşdüm. Müəllim, o şeyləri silə bilərsiniz, mən yazaq şeyləri. Hə, ekstra olanları. Bəli. Tamam, ekstra olanları sildim. Ekstra. Bunları yazırsan ama. Bax, 1, 3, 5, 7, 9. Bax, bu üstündən gəzirəm. Onları yaz. Yəni, ədədimiz axırı bu ola bilər. 5-ə də vuranda mötərizat yaz ki, məsələn, 55-in içində 5 var. 65-in içində 5 var. 2-3 dənədən nümunə yazmağa çalış. Qəşəng. Silirəm. Bəli. Sildim. İndi yazırıq. Düşmüş sual. Harada düşübdü bu? Thales. Məhz Olimpiyat. Bax, deyir ki, 2021. Üstündə 2021. Üstə gələk. 2025. Üstündə 2025. Mən bir şey izah eləyəcəm də raporla. Yəni 2026-ları görüb də həyecanlanmayın. 2026, ay Allah, bu nə idi görəsən? Deyir ki, bu cəmində alınan ədədin, baxın, bu ədəd yekə bir ədəd olacaq, düzdür? Uzunluğu bəlkə də buradan Bakıya qədər gedə bilər, yəni Bakıdan Şəkiyə qədər də gedə bilər. Sadəcə deyir ki, təkliklər mərtəbəsində təkliklər. Buradakı duran rəqəm neçədir? 2 ola bilər, 3 ola bilər, 5 ola bilər, 6 ola bilər, 8 ola bilər. Mən ki, Əvvəlcə, şagirdlər, gəlin belə bir cümləni mən deyim sizə. Birincisi, bu verilən nədir? 3-ün üstündə 7 olanda
Bu o deməkdir ki, mən 3'ü 7 dəfə öz-özünə vururam. Bunun mənası budur. Bilirik, deyilmi? 3, 3. Bax, 1, 2, 3, 4, 5, 6, 7 dəfə öz-özünə vursaydın, hər dəfə belə uzun yazmayasan deyə, ruşkanın zapasına qənaət olsun deyə razılaşmışıq ki, bunu belə yazaq. 5'in üstündə 9 deyəndə nə deməkdir? Bu 5'i 9 dəfə öz-özünə vurmaq deməkdir. 5, 5, 5 və s. Hər dəfə belə uzun-uzun yazsam, üstünə qalaram da, düzdür? Onu qısa belə yaz deyir. 2021'in üstündə 2021 nə deməkdir? 2021 ədədini 2021 dəfə öz-özünə vur. 2021, 2021, 2021 vur, bax vur. Altından nə yazıram? 2021 dəfə, 2021 dəfə. Düz yazdım bunu? Hə? Düz yazdım, hə? Müəllim bir də deyə 2021 bilərsən, internet məndə getdi. Mən bir də deyə Aha, bilərsən. bax. 2021'in üstündə 2021. Görürsən yuxarıda. Bəli. O nə deməkdir? 2021'i 2021 2021 dəfə öz-özünə vururam. Ən aşağıda yazmışam. Bax ora. Gördün? Bəli. Bax Bəli. onun yanında 2025'in üstündə 2025 var. Nə deməkdir? 2025'i bax 2025 2025'i 2025 dəfə öz-özünə vur. 2025 vuraq. Sonra 3 dənə nöqtə qoyuram. Altına nə yazıram? 2025 dəfə öz-özünə vurdum. Da oturub da 2025 dəfə vursam, lövhə qutaracaq da, elə deyil. Bəli. 2026'nın üstündə 2026 nə deməkdir? 2026'nı 2026 2026 dəfə öz-özünə vurmaq deməkdir. Hə, indi mən oturub da, şəriklər, 2026'nı bir dəfə vursam, bir dəfə vuranda belə 1 saat vaxtım gedəcəkdir. Gör, 3 dəfə, 4 dəfə vursam nə olacaq? Hələ Mən bir də bir dəfə vuranda mən 2026 Müəllim, dəfə mən vursam cavab nə olacaq? tapmışam. Aha, deməli nə edirəm? Gəlirəm hara? Mühakiməyə. Düşünürəm. Baxın, 2021'i elə belə da özüm üçün 2021'ə vururam. Əvvəlcə 1-2 dəfə vururam. Sizcə bunun axırıncı rəqəmi 1'i bir avanada nə olur? Bir müəllim. Burada nəsə qalsın, məni maraqlandırmır. Təzdən onu 2021'ə vurmalıyam, düzdür? Bunun axırıncı neçə olur? Yenə 1. 1. Yenə bir müəllim. Bu hissəsi mən maraqlandırmır. Təzdən 2021'ə vururam. Yenə 1'i 1'ə vuranda nə olur? Bir 1. müəllim. Düzdür? Yəni qısacası bunun axırıncı rəqəmi neçədir şagirdlər? 1'dir. Düz dediyim yoxsa yox? Göz etmə. Aferin. İndi gəlirəm 2025'i öz-özünə vururam. Əvvəlcə elə belə mırta 2 dəfə Mən vururam. mən bax seçib 5 müəllim öz-özünə vuranda mən Aha. yenə 5 edir də. Bax, 5'i 5'ə vuranda neçə eləyəcək? 25. 25. 5 yazdım, 2 yadda. 2 yadda məni maraqlandırmır. Burada nə durur? Dursun. Sonra bunu təzdən 2025'ə vuracam, yoxsa yox? Vuracam. Mən vura bilərəm amma Yenə yenə 5'i 5'ə vuranda 25 eləyəcək, axırı 5 ilə qurtaracaq. Burada nə durur? Məni maraqlandırmır. Təzdən bunu 2025'ə vuracam şagirdlər, hə? Vuracam. Mən yenə eyni eləyirdim. Mən niyə 5'i vuram? 5'ə vurdun, yenə 5. Yəni qısacası nə qənaətə gəlirəm? Deyirəm ki, bu ifadənin, baxın bu üslü ifadənin axırıncı rəqəmi neçədir? 5'dir. Düz dedimmi? Bəli. Gəlirəm sonuncuya. 2026'nı 2026'ya vurmağa çalışıram. Nə cür vururdunuz? 6 dəfə 6'nı 36, 3 yadda zad deyirdiniz, düzdür? İndi Bəli. 3 zadda deməyəcək. Sadəcə burası məni maraqlandırmır. Axırıncı Mən rəqəmi 6 dediğiniz olur, ədədlər olmur. toplasaq cavab alınır. Aha, indi 2026'nı yenə yazıram. Təzdən vururam. Yenə də burada 6'nı 6'ya vuranda 36 eləyəcək. 6 yazıb 3 yaddan madda deyəcəyik. Burada nə aldı? Məni maraqlandırmır. Təzdən yenə 2026'ya vursaydım. Yenə 6'nı 6'ya vuranda axırı 6 ilə qurtaracaq. Yəni 6'nın bütün qüvvətlərində 6 olacaq. Düzdür? 36, 6, 6, 6 belə gedəcək. O zaman bunun sonuncu rəqəmi neçə oldu şagirdlər? 6. Buraya qədər tutduq. Hə?
Tamam. İndi ekranı bu aşağı ses 5 bir də 1 müəllim toplayaq. İndi baxaq. Baxın bu yazdıqlarımı silirəm. Sadəcə nə almışıqsa onu düşünməyə çalışıram. Şagirdlər, deməli, mən 2021-i 2021 dəfə öz-özünə vurdum. Uzun bir ədəd almışam. Buralar mənə maraqlı deyil, amma axırıncı rəqəmin 1 olduğunu bilirəm. Bu budur. Bunu yazıram bura. Burada uzun bir ədəd almışam. Axırıncı rəqəmi nədir? 5'dir. Bunu da bura yazıram. Uzun bir ədəddir. Axırıncı rəqəmi də 6'dır. Bunları toplayanda sizcə birinci bunları toplamırıq. Hə? Bəli. 178 ilə tutaq ki 213'ü toplayanda mən nə qayırdım? Mən sonuncu 8'dən 3'ü toplayıram da 11, 1 yadda. Demək ki, axırıncı rəqəmi məni maraqlandırır. 1 ilə 5, 6, 6 da gəldim 12, 2'ni yazdım 1 yadda. 1 yadda bu birisilərə əlavə olunacaq da, amma mən o maraqlı deyil Mən ki, tapmışdım, mən düz tapmışım. bizdə axırıncı rəqəm soruşur, o da neçədir? 2'dir. Başa düşdük. Bəli. Bəli. Bunu hər kəs başa düşdümü? Bəli. Bəli, müəllim. Qəşəng. Süpersiniz. Dəftərə yazdıq deyilmi? Hə? Bəli. Bəli, mən yazıram bir dəqiqə. Tamam. Yazaq. Yazıq ki 2021, 2021 axırı 1'dir. 2025, 2025 axırı 5'dir. 2026 vuraq 2026, 3-4 dənə yaz bəsdir. Bunun axırı 6'dır. Bizi də altına yaz ki, bizi də sadəcə axırıncı rəqəmlər maraqlandırdığına görə bu ədədlər alt-alta toplayanda 1, 5, 6'nı toplayırıq və axırı da 2 ilə qurtarmış olacaq. Tuturam. İndi daha ləzzətli bir sual gəlir. Diqqətlə baxırıq. Deyir ki, A və B birdən böyük natural ədədlər. Birdən böyük natural ədədlər. Natural ədədlər nə idi? Natural ədədlər nəyə deyilirdi? Bəli, mən deyə bilərəm. B. Müəllim deyə bilərəm. Sayarkən istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Bəli. Əşyaları sayarkən istifadə etdiyimiz ədədlər. Əşyaları sayarkən də birdən başlayırıq, deyil mi? 1, 2, 3, 4, 5 sonsuz gedir. Hansı hərfinə işarə edirdilər? Nurlanın N ilə. Nurlan, bax görsən, sənin adının baş hərfinə işarə edirlər. N hərfinə. Niyə N-lə işarə edirlər? Natural numbers. Oldu mu? Bunu bilirik. Hə? Natural ədədlər. Bunu bildik. Deyir ki, A bərabər olarsa 5'in üstündə B çıxaq 1. Bu doğrudur. A üçün aşağıdaşlardan hansı mütləq doğrudur? Mütləq doğrudur. A üçün hansı mütləq doğrudur? Tutaq ki, A bəndi 2'ye tam bölünür. Bunu dəftərə yazırıq. Tez şəklində 2'ye tam bölünür. B bəndi 4'e tam bölünür. C bəndi 5'e tam bölünür. Mütləq şəkildə doğru deyil. Doğru demək olmaz. Mütləq şəkildə doğru deyil. Bax, doğruduru silin, doğru deyil yazılır. Çünki baxıram ki, cavab variantları problem yaradır. D variantı 6'ya tam bölünür. Müəllim, bunu biz cavablandırırıq. Bunu bərabər eləyək. 10'a tam bölünür. Müəllim, mən 10'a tapdım. bölünür, tam Müəllim, hamısına bölünürdü. Hamısını mən bölünür. Hə, hamısına bölünür, bəli. Bəli. Biri yalandır ama. Müəllim, mən tapdım. Doğrudur. Biri yalandır. Sən kimsən de görmədim. Müəllim, Maruf. Hə? Maruf müəllim. Maruf, hansı variantı? Müəllim, mən Hə? C müəllim.
Z. C. Bu Bəli, müəllim. 5-ə tam bölünür variantı seçirəm. səhv deyil, doğru deyil, hə? Bəli, müəllim. Tamam, buraya yazdım Maruf. Seçirəm. Sən nasıl deyirsən? Müəllim Mən də 5. variant bilirəm. Müəllim C. C. Adınızı de buraya yazım. Camal. Ben bu Zamanla da C var da. dedi. B səhv de deyirsən. Müəllim Bax, doğru Nurlan. deyil, ha. Mənim Adı Kamal. nədir? Nurlan Camal. müəllim. Camal. Yazdım. Benim Nurlan da xeyr, buraya benim yazdım. xeyr, benim xeyr bu demirəm. Benim xeyr bu demirəm. Ha. Hansını deyirsən? Ben bu ilə alınmış 5 Gəlin belə bir cümlə ilə başlayaq şərhdə. Mənə Mən nə deyir bence de- burada? Bax, diqqətlə baxın. Mənə nə deyir? Deyir ki, A bərabərdir 5-in üstündə B çıxaq 1. A bərabərdir 5-in üstündə nəsə və ondan da 1 çıx. Düzdür? İndi şərhlər. B-də 1-dən böyükdür da. Bax, bu B var. Deyir ki, 1-dən böyük. Yaxşı, A və B hər ikisi. Ümumiyyətlə, bir dənə nümunə qoya bilərəm də. Can əvvəlcə deyim görüm hələ. 5-in üstündə 3 olsa nə deməkdir bu? 5-i 3 dəfə özünə vurmaq deməkdir. Düzdür? 125 edir. 5-in üstündə 4 olsa nə deməkdir? 5-i 4 dəfə öz-özünə vurmaq deməkdir. Bunu da təkrar elədikmi? Elədik. Yəni, bunu qısaldıb belə yazılır. İndi hətta gələcəkdə yadıma salarsınız, bu 3-ü sol tərəfə qoysaydıq nə olacaqdı? Baxın, 5-in üstündə 3. Bu olurdu, 5-i 3 dəfə öz-özünə vurmaq. Bəs görürsən, 5-i bura, 3-ü bu tərəfə qoysaydı nə olacaqdı? Bu da, ümumiyyətlə, Azərbaycanda olmayan bir ifadədir, onu deyəcəm. Mən Bu da bölməyə dəyişir. Yox, çox fərqli bir şeydir. İndi diqqətdən baxın, şagirdlər. A bərabərdir 5-in üstündə 1 çıxaq 1. Mən elə belə, oturub da B-yə 1 milyon qoyacaq halım yoxdur. B nədir? B. 1-dən böyük. 1-dən böyük ilk ağlımıza kim gəlir? 2. 2. müəllim. Değil mi? Çıxaq 1. Düzdür? 5-in üstündə 2 nə deməkdir? 5-i 2 dəfə öz-özünə vururam. O da neçə eləyir? 25. Düzdür? 25, hə? 25, düzdür? 5, Bəli, pardon, müəllim. burada 5'dir. Ha, şəriklər, bunu yanlış yazmışıq. Kitaba baxdım. Bu 5'dir. Aha. İndi deyəcəksiniz ki, müəllim, biz ona görə C demişik falan filan. Çıxaq, baxın, bu 1 yox, 5 imiş. 5. 25-dən 5'i çıxanda neçə eləyir şəriklər? Hə? 25-dən 5'i çıxanda neçə 20 eləyəcəkdir? müəllim. 20. Aha. Mən nəyə aldım 20? Ana Mənim aldım mən 20. cavabımı alın. Mənim budur cavabım indi. Tamam, B deyirsən. Tamam, mən razı. Başqa fikrinizi dəyişən varmı şəriklər? Bax, Maruf, Camal, fikrinizi dəyişirsiniz. Müəllim, məncə Müəllim, mən dəyişmirəm, elə C-də qalıram. C-də qalırsınız, yaxşı. İndi A-ya 20 aldım, düzdür? İndi oxuyuruq. A üçün mütləq doğru deyil. Mütləq doğru deyil, yəni bu sözü bir incələyək daha. Nə demək mütləq doğru deyil? Yəni, bəzənlər yox. Heç bir zaman doğru olmayacaq da. Başa düşdünüzmü? Yəni, bir dəfə yanlış oldu mu, bəs eləyir də mənə. Bildinmi? Mütləq doğru deyil. Yəni, bəzən doğru çıxmış olsa belə, mütləq doğru deyil yəni. İndi bax, 20 2-yə tam bölünürmü? Bax, bu 20, görürsünüz? Aya 20 almışam. A üçün deyir. Yəni, 20 üçün. 20 üçün. 24'ə tam bölünürmü? Müəllim, mən D deyirəm. 25'ə tam bölünürmü? Ada, axırda olmaz. 20 10'a tam bölünürmü? 26'ya tam bölünürmü? Vermin. Yox. Demək ki, mütləq doğru olmayan hansıdır? D variantı. Çünki 20 alsam, mən ürəyimdən 2 qoymaq keçdi, qoydum. Başa mı? Yəni, bu, bax, mütləq doğru olmayacaq. Yəni, mütləq doğru nədir? Əgər ortada səni yalancı çıxardacaq bir ifadə varsa, müəllim bax, var səni yalancı çıxardacaq. O, hər zaman doğru deyil. Çünki bir dənə istisna var. Məsələn, tutaq ki, belə bir cümlə qoyuruq. Dedim. Müəllim, Tutaq ki, bəs limonlar 120 ola bilər. 120 olanda, yəni 3 olanda üstündə. tamam, 120 oldu. Tamam, 3 oldu, 120 oldu. Həmin anda 6'ya bölünəcək, düzdür? Bəli, müəllim. Ay sol. Ortada mən indi 2 qoymuşam.
Etirazın varmı? Yox. Yəni bir dənə xüsusi hal, bir dənəsi bizi yalançı çıxardırsa, demək o hər zaman doğru deyil. Bax, limonlar turşdur cümləsini qururam. Bu cümlə bəli deyənlər və xeyr deyənlər. Müəllim, xeyr. 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 Limonlar turşdur. Şirin limon görən varmı? Bəli. Harada Xeyr. gördün? Xeyr, müəllim. Aha. Mən uşaq vaxtı bir dəfə mənim stolun üstünə qoymuşlar. Mənim həqiqətən şirin idi. Bəlkə pesoqla qarışdırmışdılar, hə? Mən peşə neysə qatışdırmamışam. Mənim elə normal Hə. idi. Mənim elə gözümüzün qabağına doğradılar. Ümumiyyətlə, belə bir cümlə deyirəm. Şahidlər, Bunların hamısını yemiş Ümumiyyətlə, olmamıza görə bilməliyik. limonlar turşdur. Baxın şahidlər, ümumiyyətlə limonlar turşdur, tamam mı? Amma sən bu cümləni əsla qura bilməzsən. Başa düşdünüzmü? Sən bunu mütləq doğru kimi əsla qura bilməzsən. Niyə? Çünki sən əvvəlcə getməlisən Lənkərana. Bütün kətləri gəzməlisən, bütün ağacların limonlarını yeməlisən. Orada tutaq ki, hamısı turş çıxdı. Sonra getməlisən Astarıya. Orada limonların hamısını, bütün ağacları və bütün limonları yeməlisən. Sonra getdin Amerikaya. Düzdür? Amerikanı gəzdin, bütün ştatlarını, bütün limonlarını yeməlisən. Sonra getməlisən tutaq ki, Avustraliyada. Varsa limon. Gəzdin, bütün ağacları, limonlarını yeməlisən. Sən bunların hamısını yeyə bilməyəcəyinə görə heç bir zaman qərar verə bilməzsən ki, limonlar turşdur. Sən nə cür cümlə qura bilərsən? Limonlar əksəriyyət turşdur. Limonlar turş, yəni əksəriyyət sözünü qoşmalısan. Yoxsa sadəcə limonlar qəti şəkildə turşdur cümləsi yanlışdır. Başa düşdünüzmü mühakimənin əhəmiyyətini? Tamam. Mənim bir dəfə deyə bilərəm. Mənim Buyurun. bilsin yerlərin kənarında müəllim turş meyvələr, yox ya da ki mənim sarı rəngdə olan meyvələri müəllim həm mən meyvələr çeyilir mənim orada mənim yetişir. Mənim Lənkəran torpağı sarıdır axı müəllim, həm də ora hava isti olur. Həm torpağı Yoxsun. sarı olduğuna görə, həm də ki müəllim orada mənim sarı meyvələr yetişir. Yaxşı. İndi siz şəxslər bir görüntülər açın. Görüntülər açmışıq. Ay sağ ol. Gəlin indi sizə yenə bir ürəyinizi oxuyacağım. Tamam mı? Birinci mən. Ürəyinizi oxuyacağım. Müəllim, mən heç vaxt ürəyimi oxumamısınız. Olar mı? Yaxşı. Başlayalım. Kamal. Mən var. Sılışıq. Kamal. Buradasan Kamal. Bəli. Aferin. Ürəyində 1-dən 31-ə qədər. Ürəyində 1-dən 31-ə qədər bir ədəd tut. Heç kim eşitməsin. Ürəyində tut. Mən. Tutdun. Ürəyində tutduğun ədəd. Bax gör, bu kartda varmı? Diqqətlə bax. Ben bir de ekranı yakınlaştırayım. Ben biraz sağlayayım. Sonra. Belə, Ben o bir tarafı. belə. Sevmem yoktur. Yoxdur. Bura baxırsan indi. Bax gör, ürəyində tutduğun burada varmı? Ben bir tane de hemen ayakla diz yereyim. Görsən, Sevmem. Biraz da sağ. var burada. Ben diğer tarafını göremiyorum müəllim. Bax gör, belə. Ben gördüm. Hayır müəllim burada da yok. Burada da yoxdur. Baxırsan bura. Bax gör, ürəyində tutduğun bunda varmı? Bəli burada var. Burada var. İkisi qaldı. Bunda varmı? Bəli bunda da var. Bunda da var. Bunda varmı? Bəli bunda da var. Tamam. Sənin ürəyində tutduğun qoy mələklər gəlsin. 19-dur. Bəli. Bəli, 19-dur. Değil mi? Bəli 19. Yaxşı. Başqa bir nəfəri daha? Yox, Müəllim. ürəyini Müəllim, mən oxuyar. heç vaxt ürəyimi oxumamısınız. Olar mı? Mənim başımın üstündə dışarı niyə heç vaxt getmir? Mənim həmişə durur burada.
Sən mübarək adamsan da ona görə. Bax, gör nə deyirəm. Deməli, bax, bir dənə təsadüfi rəqəm. Sadiq, 1-dən 20-yə qədər bir dənə təsadüfi rəqəm de görmələm. Deyim müəllim. Hə? 20, neçə? 1-dən 20-yə qədər nə deyirsən? 16. 16, bax sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Sadiq elə sən özünə gəldi, çıxdı. Sağ ol. İndi Sadiq, ürəyində 1-dən 31-ə qədər bir ədəd tutursan. Tuttum müəllim. Tuttun. Gətirirəm ekrana, bax. Ürəyində tutduğun burada varmı? Bəli. Var. Bunda varmı? Diqqətlə bax. Yoxdur müəllim. Yox. Bunda varmı? Var. Var. Bunları belə səliqəli şəkildə yan-yana qoyum. 2 dənə qaldı. Bunda varmı? Yoxdur. Yoxdur. Sonuncu gəlir. Bunda varmı? Müəllim biraz sorayım. Hı -hı. Yoxdur. Yox. Sənin ürəyində tutduğun Sadiq 24'tür. Bəli müəllim. Düz. Müəllim, həmçinin eləyində müəllim. Sonuncu tamam. Bir dənə sonuncu. Kimdi o deyən? Mən Müəllim, mən kimiydi? Müəllim, Allah haqqında dedim müəllim. Tamam. İsmail, ürəyində 1-dən 31'ə qədər bir ədəd tut. Müəllim, marif heç eləməmisiz. Mən istəyirsiniz marif edin. Tamam. Maruf hanı? Müəllim burada. Maruf. Tamam. Maruf. Ürəyində 1-dən 31'ə qədər bir ədəd tut. Tuttum müəllim. Tamam. Bax gör bunda varmı ürəyində tutduğun? Yes. Müəllim. Yes. Tamam. Bunu da belə qoyaq. Bax gör burada varmı? Bəli müəllim, burada da var. Bu da yes. Tamam. Bu da oldu yes. Bunda varmı? Xeyr müəllim, bunda yoxdur. Yaxşı. Diqqətlə bax ha. Bunda varmı? Xeyr müəllim, bunda da yoxdur. Bunda da yoxdur. Yoxdur müəllim. Çox balaca bir rəqəm tutmusan. Bunda varsa 19'dur, yoxdursa 3'tür. Ha, yoxdur. O zaman 3'tür. Müəllim, eləyirsiniz müəllim. Bir rəqəm Maruf desəydi 3'tür. Tuttum müəllim. Hə? 3'üydü. Bəli müəllim. Yaxşı. İsmail, sən gələn dərsə qaldın. Bax, gördün mü? Yerinə verdin. Hə? Necə tapdığınızı deyəsiniz? Necə tapdığımızı inşallah bir gün burada gözəl bir şəkildə izahını verərəm. Hətta bunu kağızdan hazırlayıb, hətta ürək Müəllimin şəklində özəl də sirridir. hazırlayıb, orada şeylə Müəllimin bilərsiniz. özəl sirri. Daha bir beyaz taxta açılsın görmərəm. Beyaz taxtamız nöş açılmır. Ya Allah bismillah. Dəftərə belə bir cümlə ilə yazırsınız. Düzbucaqlı var. Düzbucaqlı nədir? Həndəsə Yəni, fiqur, düz hə? olan. Bəli. 90 dərəcə. Eni var, uzunluğu var. Müəllim, Düzbucaqlının ekran eninə yatsınmış. yazırsınız. Atılacaq, sən yaz dəftərə. Düzbucaqlının Mən eni x metr. Düzbucaqlının eni x metr. Uzunluğu y-dir. Oldu mu? Düzbucaqlının eni x. Ora bir düzbucaqlı çək, eninə x yaz, uzunluğuna da y yaz. Sahəsi də 54'tür. Sahəsi də 54 metrin kvadratı. Metrin kvadratını yazma edə bilərsiniz. 54. Sahəsi 54. Deyir ki, bu şərti ödəyən, bax, x ilə y-dən mötərizədə yazın ki, natural ədədlərdir. X və y, hə, de. Müəllim, sahəsi neçə dediniz? Sahəsi 54. Sahəsi müəllim, C? Yox, 54. Hə. Bəli. Deyir ki, bu şərti ödəyən neçə dənə bu cür düzbucaqlı qura bilərsən, çəkə bilərsən. Neçə dənə?
bu şəkildə neçə dənə düz bucaqlı çəkə bilərsən. Arkadaşlar ekran nöş açılmır. Müəllim məndə açılıb. Müəllim məndə də açılıb qoyun Ben yazım. de açtım ama ben siz. Demədim mən yazım. Daha Açıldı. görmədim. Yazma görək. Nöş belə elədim. Yəqin bir Mən sizə saniyə. yazsaqdasınız müəllim. Deməm yazdısa. O kimdir? Marufdur. Yazdı mı? Müəllim Aha, mənə göstərəm ki, açılıb. bir saniyə. Paylaşımı durdur. Paylaşımı durdur. Aha. Ay daha getdi. Getdi. Qoy gəlsin məndə. Durdurduq. Təzədən açaq. Şərşlər. Mən çıxıb təzədən gəlim bir saniyə. Yox, mən bunu sonlandırmayacağım. Yaxşı olsun. Bir saniyə paylaşımı durdur. Mən biz gözləyək də burada. Bir saniyə sonlandırsam problem. Müəllim sonlandırın Bunun müəllim nöş fotosu. dedi. Bir saniyə beyaz taxtalar. Bir saniyə keçim o tərəfə. Müəllim bunu tanıyırsınız. Kimdə o? Mükal Müşfiqə mi oxşayır? Kimdir? Mənim nə olub? Nə olubdu? Qəşəng. Aha, Bəli, indi Mükal şəkillər Müşfiq. paylaşıram. Bunu da deyib paylaşıram. Haydi açıl görək. Müəllim məndə gəldi. Ben de Sizdə gəlir də məndə gəlmədi. Mənim açıldı bizdə. Məndə açılmadı. ben de Şəkillər- gelmedi. Deməli belə eləyirik. Dancır bir 10 saniyə gözləyək. Bəlkə vicdana gəldim. Müəllim açılmır məndə. Açılmadı, bir daha yoxlayırıq. Gözlə, ekran, beyaz taxtayı paylaş. Bir daha getdik. Müəllim məndə o dəqiqə gəlir. Sən də gəldi canım. Məndə niyə görünmür? İzlemedim. Estağfirullah ya. İndi şəkillər ola bilsin ki, paylaşımı durduruq. Sonlandırıram şəkillər. Siz təcili şəkildə bir daha qoşulursunuz. Yaxşı? Mən çıxıram Mən sizdə. link atırsınız, mənim link atırsınız. Yox, elə eyni linkə